Təlimçimiz buradadır. Bəli, bəli, buradayam Aydan xanım. Salə xanım, salamlayıram sizi. Salam, İlk hər öncə çox vaxtınız sağ xeyir. olun. Təşəkkür edirik ki, təklifimizi qəbul edib dəyərli vaxtınızı ayırdığınız üçün. Təşəkkür Webinar edirəm. iştirakçılarını da hər birini salamlayıram. Hər birinizin keçmiş bayramını da təbrik edirəm. Hər iki gözəl bayramımızı. Və bugünkü mövzumuz bizim depressiya və anksiyete ilə bağlı, daha doğrusu mübarizədir və təlimçi qonağımız isə Füsalə Əmiraslanovadır. Buyurun Füsalə xanım, həm özünüz haqqında məlumat verin, həm də mövzuya keçid eləyək. Təşəkkür edirəm. Mən də hər kəsi salamlayıram. Aydan xanım, gözəl geniş izah üçün təşəkkürlər. Mən qoşulmuşdum və sizi dinləyirdim. Əslində mən də hər kəsin bayramını təbrik edirəm və bayram günü bu qədər insanın bir araya gəlməsi mənə çox xoş oldu. Çünki bilirəm ki, hər kəs istirahət edir, hava yaxşıdır. Yəni tətildir də belə deyim. Təlimlərə o qədər də çox maraq olmur, amma sevinirəm ki, bu qədər marağa səbəb olub. Mən özüm haqqında qısaca məlumat verim. Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri, həmçinin də elə Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəriyəm. 16 illik təcrübəsi olan psixoloqam, həmçinin də artıq 10 ildir təlimçilik fəaliyyəti ilə məşğulam. Son 6 ildir də demək olar ki, onlayn olaraq tədbirlərdə, yəni təlimlərdə iştirak edirəm. Təşəkkür edirəm gözəl sözlərinizə görə və təşkilatçılarla öncədən mən danışdım ki, mümkün olarsa mən axşam onlayn seanslarda da oluram. Ona görə elə bütün onlayn webinarlarda olduğu kimi qısa müddətli bir informasiya verim. Çünki bura bilirsiniz ki, bu webinarlar ümumiyyətlə böyük bir dərs formatında ola bilmir. Yəni çünki insanın həm buna səbri çatmır, diqqətini yönəldə bilmir. Ona görə də düşünürəm ki, az müddətdə mən öz informasiyamı sizə çatdıracağam. Siz də suallarınızı verəcəksiniz. Əgər davamlı yenə danışmaq istəyiriksə, suallarınız qalarsa, nömrəmi də qeyd eləyəcəm. Səhifəm də çox rahatdır. Yəni heç narahat olmayın. Təşəkkür edirəm Xədicə xanım. Çox təşəkkür edirəm gözəl sözləriniz üçün. Mən əvvəlcə mövzuya bir giriş etmək istəyirəm. Depressiya tamam ayrı bir mövzudur. Anksiyete dediyimiz isə həyəcan təşvişdir. Anksiyete sözü bizim dilimizə Türkiyədən, yəni türklərdən gəlib və çox adam da bunu belə bilir, amma olsun. Yəni əsas odur ki, biz bu sözün mənasını bilək. Nədir anksiyete sözünün mənası? Həyəcan təşviş deməkdir. Yəni narahatlıq. Əslində biz desək ki, həyəcanlı insan yoxdur və yaxud da çoxdur desək, hər ikisi var. Həyəcansız insanlar da var. Bu insanlar biraz mən deyərdim ki, bəzilərində qavrama problemləri olan insanlardır ki, tamamilə həyəcanı olmayan insanlardır və yaxud da ki, çox gözəl idarə edə bilirlər öz həyəcanlarını. O dediyimiz anksiyetəni idarə etmə məsələsini bilirlər. Amma ümumən baxsaq, həyəcan təşviş pozuntusu psixiatrik bir problemdir. Yəni bu problemin həlli üçün biz əvvəlcə buna düzgün bir diaqnoz qoymalıyıq. Təəssüflər olsun ki, bizim insanların əksəriyyəti özlərinə diaqnoz qoymağı çox sevirlər. Bu son dövrlərdə süni intellekt çıxandan sonra hər kəs sağ olsun ChatGPT qardaşla danışır. O da ona çox qəşəng diaqnozlar verir və başlayırlar dərdləşməyə, danışmağa və çox təəssüf olsun ki, yanlış yönə yönləndirilir. Çox təəssüf olsun ki, mən bunu dəfələrlə efirlərdə də demişəm, dəfələrlə mən webinarlarda da demişəm, canlı seanslarıma gələnlərə də demişəm ki, əzizlərim, həmin süni intellekt, indi biz birinin adını dedikdə başqaları da var. Bu bizim üçün həkim və yaxud da psixoloq rolunu oynaya bilməz. Yadınıza saxlayın ki, o nə müəllim deyil, yəni canlı bizə öyrədilən nədir? Həkimlik, müəllimlik, psixologiya. Bu üçünü bu əvəz edə bilməz. Heç vaxt əvəz etməyəcək. Yəni bundan tam əmin ola bilərsiniz. Təəssüf olsun ki, hətta mən özüm şəxsən həyəcan təşviş pozuntulu bir insanın süni intellekt tərəfindən narahat olma keçəcək dediyinin şahidi olmuşam. Səsli şəkildə hətta. Sonra yazıda təzdən verdi onu və bu insan ciddi şəkildə həyəcan təşviş pozuntusu yaşadığı halda psixiatra getmədi və sonunda nə oldu? Psixoz halına keçmişdi. Yəni artıq onu məcbur xəstəxanaya yatızdırdılar, sonra evdə reabilitasiyaya başladı. İndi çox şükür ki, yaxşıdır. Amma təəssüf ki, süni intellektin bizə verdiyi diaqnoz yanlışdır. Yəni həyəcan təşviş pozuntusu elə belə diaqnoz deyil. Bu sizin üçün zarafat kimi gəlməsin. Bu ciddi psixiatrik problemdir və xəstəlikdir. Əgər bir insanda həyəcan təşviş pozuntusu tapılıbsa, psixiatr məsləhəti ilə ola bilər müəyyən antidepressantlar qəbul eləsin,
müəyyən vitamin kompleksləri qəbul eləsin, amma yan olaraq psixoterapiyanı alsın. Çünki bəzən səhvən olaraq gəlib deyirlər ki, Salih xanım, məndə həyəcan təşviş çıxıb. Olar ki, bunu siz müalicə eləyəsiniz və mən izah edirəm ki, mən buna səbəb olan səbəbləri aradan qaldıra bilirəm. Amma mən özünü tək bacarmaram müalicə eləməyə. Çünki burada həkimin bizə dəstəyi lazımdır. Niyə? Çünki mən dəfələrlə görmüşəm ki, uzadırlar, həkimə getməyi uzadırlar, müalicə almaq istəmirlər, yəni antidepressant adından qorxurlar və sonucda nə olur? İnsan tamamilə korlanır və vəziyyəti, psixi vəziyyəti şəxsiyyət pozuntusuna qədər gətirib çıxarda bilir bu insanda. Hətta biraz keçir obsessiv kompulsiv pozuntu yaranır. O da bilirsiniz də əl yuma, qapı yoxlama, nə bilim qazı yoxlama, yollara baxma, registra baxma, qlazokdan baxma. Yəni bunların hamısı obsessiv kompulsiv pozuntunun əlamətləridir. Ya daim stolun üstünü təmizləmə, paltarını təmizləmə və s. kimi problemlərə gətirib çıxarda bilər. Bəli, biz psixoloqlar nə edirik? Kognitiv, yəni CBT terapiyası deyirik biz buna. Kognitiv behavior terapiya. Yəni kognitiv, düşüncə xarakterli davranışsal terapiya ilə məşğul ola bilərik. Özünüz də bunu özünüzə tətbiq eləyə bilərsiniz. Məsələn, ABA terapiyası var ki, bunu hər kəs öyrənsə gözəl olar. Öz ailəsində olan insanlara necə davranmalıdır, özü ilə necə davranmalıdır, bunu öyrədir bu təlim növü. Yəni bu bizə yardım edir ki, çox problemlərin qarşısını alaq. Amma ümumən əgər həyəcan təşviş pozuntusu illərdir davam edirsə, sizi çox narahat edirsə, mütləq birinci diaqnozu qoyulmalıdır. Çünki onun da en qədər növü var. Yaxşı, bəs əgər azdırsa bu həyəcan təşviş məndə, çox deyilsə, bunun öhdəsindən necə gələ bilərəm? Yəqin ki, çoxunuz nəfəs texnikalarını bilirsiniz. Necə nəfəs almaq lazımdır, nəfəsi necə idarə etmək lazımdır. Məsələn, bəzən adi bir tutam ki, imtahan həyəcanını, toy həyəcanını, ad günü həyəcanını, tədbir həyəcanını nədənsə həyəcan təşviş pozuntusu ilə eyniləşdirirlər. Mən hər zaman bunu vurğulamışam ki, həyəcan olmalıdır. Həyəcansız insan ümumiyyətlə robotdur. Yəni insan həyəcanlanmalıdır. Bu normal bir haldır. Amma durduq yerdə həyəcanlanıramsa, adi düşüncədən həyəcanlanıramsa, kiməsə nəsə olar, ölər, mən ölərəm, kimsə ölər düşüncəsi ilə əgər bu proses baş verirsə, burada artıq həyəcan və təşviş pozuntusu var. Məsələn, mən dəfələrlə görmüşəm, mənə deyiblər, Salih xanım, mən 6-cı mərtəbədə yaşayıram, amma daha yüksək mərtəbədə evim olsaydı sevinərdim. Deyirəm, niyə? Deyir, zəlzələ olsa, məni yuxarıdan daha yaxşı çıxardacaqlar. Ya da su bassa yer üzünü, məni yuxarıdan daha rahat çıxardacaqlar. Baxın, tam kökünə varsaq, məntiqsəl olaraq yanlışdır. Çünki bütün binalar dağılmaq məcburiyyətində deyil və yaxud da su basacaqsa yer üzünü, səni oradan kim xilas eləyəcək? Demək ki, burada bir anomaliya var, yəni düzgün getməyən bir düşüncə tərzi var. Bunu artıq psixiatr, artıq yəni həkim və psixoterapevt bərabər işləyir. Yox, əgər mən tutam ki, anamın ölümündən, yaxınlarımın ölümündən, öz ölümündən narahatamsa, bu uzun müddətli davam etmirsə, bütün günü mənim həyatıma mane olmursa, bu o zaman həyəcan təşviş pozuntusu sayılmaz. Bu sadəcə olaraq itirmək qorxusudur, tək qalmaq qorxusudur, doğmalarımıza nəsə olar narahatlığıdır. Bu biraz fobik vəziyyətdir, yəni fobiyalara gedir. Amma həyəcan təşviş pozuntusu çox ağır bir şeydir. Sənə rahatlıq vermir, daim həyəcanlısan, təşvişlisən, qorxursan, narahatsan. Bu artıq yəni tək nəfəslə düzələcək bir şey deyil. Əgər yüngül bir narahatlığın varsa, nəfəs ala bilirik. Əlimizi qoyuruq diafraqmamızın üstünə, dərindən burnumuzdan nəfəs alırıq, içimizdə, ürəyimizdə 8-ə qədər sayırıq, ağzımızdan onu çıxardırıq. Kognitiv terapiya, CBT terapiyası. Çox rica edirəm, suallarınızı son 10 dəqiqəyə saxlayın ki, mən rahat fikrimi çatdırım ki, oranı oxuyanda fikrim yayınır. Yaxşımı? CBT terapiyası, yəni bu çox effektiv terapiyadır. Nəfəs alma texnikaları, burnumuzdan nəfəs alırıq, ürəyimizdə 8-ə qədər sayırıq, amma ağzımız yumulu olmalıdır. Eləyirik, ağzımız yumuludur, dərindən nəfəs alırıq, tam buralarımıza nəfəs dolur, nəfəsimizi alırıq və nəfəsimizi veririk. Bunu 10 dəfə səhər, 10 dəfə günorta, 10 dəfə axşam. Yenə də vurğulayıram. Adi həyəcanımız varsa, imtahan həyəcanı, toy həyəcanı, nə bilim, bir ağır bir xəbər gəlib, onun narahatlığı həyəcanı. Nəfəs panik atakda da çox, yəni effektiv bir yoldur. Dediyim kimi burnumuzdan nəfəs alırıq, sinəmiz yox, diafraqmamıza qədər, yəni mədə hissəmizə qədər nəfəsimizi saxlayırıq 8-ə qədər və ağzımızdan
Bu şəkildə çıxardırıq. Bunu daimi eləsəz, davamlı eləsəz görəcəksiniz ki, artıq nəfəsiniz rahatlaşır, beyniniz oksigenlə zənginləşir və həyəcan, təşvişimiz azalmış olur. Bu, yəni elementar bir yoldur. Amma desəz ki, Salih xanım, tək nəfəslə düzəlmədim axı mən. Bəli, tək nəfəslə düzəlmədisə, burada dediyim kimi psixiatr adından qorxmayın, psixiatr nevropatoloqun üstüdür. Yəni 3 nevropatoloqa gedənə qədər bir psixiatr sizə daha uyğun və daha düzgün müalicə yazır və diaqnozunuzu daha doğru qoya bilir. Yəni nevropatoloq nevroloji xəstəliklərlə işləyir. Psixiatrik xəstəliklərlə isə psixiatr işləyir. Hər psixiatra gedən insan dəli deyildir. Hər psixoloqa gedən insan da dəli deyildir. Yəni bunu yadınızda çox xahiş edirəm, saxlayın, yazın hər yerə. Ki yəni artıq son dövrlər psixoloqların, psixiatrların çox lazımlı bir dövrünə gəlib çıxmışıq. Təəssüf ki, süni intellektlə insanlar daim mübarizədədir. Süni intellekt bir şey deyir, insan hissləri başqa şey deyir və ona görə də bu proseslər çox ağır gedir deyə insanın psixikası bəzən dözməyə bilir. Və bir şey də deyim ki, məndə həyəcan yoxdur, məndə təşviş yoxdur. O demək deyil ki, mən heç vaxt bu həyəcanı, təşvişi yaşamayacağam. Heç kəs bundan yəni sığortalanmayıb. Mən hər zaman deyirəm, çox sağlam bir insan görmüşəm, çox immunitetli bir insan görmüşəm, çox psixoloji güclü insan görmüşəm ki, ani bir xəbərdən birdən-birə psixikasında çox köklü bir dəyişikliklər baş verib. Adi bir sözdən panik ataka düşdüyünü görmüşəm. Adi bir ölüm xəbərindən obsessiv-kompulsiv pozuntuya tutulduğunu görmüşəm. Adi bir telefon zəngindən, o həyəcandan, həyəcan təşvişdə olduğunu görmüşəm. Ona görə heç kəs heç nədən sığortalanmayıb, amma bilin ki, mütəxəssislər doğrudan da sizə vaxtında diaqnoz qoyulsa müalicə verə bilirlər. Gəldik depressiyaya. Depressiya nədir? Bu da psixi pozuntudur. Yəni depressiya hər adama mən depressiyadayam demək olmaz. Təəssüf ki, yenə də vurğulayacağam bayaq dediyim məsələni. Hamı maşallah alimdir. Hamı politoloqdur, hamı psixiatrdır, hamı psixoloqdur. İki kəlmə danışan kimi deyirlər səndə depressiya var. Depressiyanı çox ciddi şəkildə diaqnoz olaraq təyin eləmək lazımdır. Və depressiyanı inandırım sizi ki, hər belə deyim də həkim də qoya bilməz o diaqnozu. Məsələn, ola bilər ki, mən bugün çox yeyirəm. O demək deyil ki, mən depresiyadayam. Əgər depressiya halı, bu hallar, indi mən adlarını çəkəcəm, ən azı 14 gün, ən çox 3 ay davam edirsə, təsdiqlənə bilər ki, bu depressiyadır. Depressiyanın da növləri var. Situativ depressiya var, major depressiya var. Çox fərqlidir. Yəni, bu psixiatriya getdiyinə görə mən beynimizi yormaq istəmirəm. Depressiya elə olur ki, baxırsan ki, insan bütün günü gülür, amma depressiyadadır. Adam da var, bütün günü ağlayır, amma depressiyada deyil. Ona görə də bunun diaqnozunu çox çətindir qoymaq. Depressiyada olan insan necə olur? Əvvəlkinə baxanda dəyişib. Əvvəl çox yeyirdi, indi az yeyir. Əvvəl çox gülürdü, indi gülmür. Ya da əksinə. Və yaxud da insanlardan uzaqlaşmağa başlayıb, özünə qapanmağa başlayıb. Əvvəlcə evinə, sonra yatağına, yataqdan sonra ümumiyyətlə heç kəsi görməməyə çalışır, otaqdan çıxmamağa çalışır. Bu asosiallıq da ola bilər, yəni sosial fobiya da ola bilər. Bu depressiya da ola bilər. Bunun üçün ciddi şəkildə təhlillər aparılmalıdır, psixoloji testlər keçirilməlidir və çox rica edirəm, internetdən tapdığınız testlər də yanlış nəticə verir. Bəzən görürsünüz, mənim yanıma gəlirlər, Salih xanım, mən depressiyadayam. Deyirəm, bunu hardan bilmirsən? Hə, Google-da filan testi elədim, mənə bunun nəticəsini verdi. İnanın ki, yanlışdır. Çünki ola bilir ki, 6 müxtəlif testdə insan depressiv çıxır, amma danışıb ondan müəyyən detalları alandan sonra baxırsan ki, yox, bu sadəcə rola girib. Əslində depressiyada deyil, sadəcə depressiya roluna girib ki, buna bəzi situasiyalarda bu sərf eləyir, yəni biləsiz. Ona görə də depressiv vəziyyəti, depressiv halları təyin eləmək üçün yenə də bizim psixiatra ehtiyacımız olur. Psixoloq, psixoterapevt dəstək verir bunun müalicəsində və əgər doğrudan da sizdə depressiya tapılıbsa, türklər demiş, bunu hafifə almayın. Çünki depressiya sonucunda intiharla da yekunlaşa bilir. Yəni təəssüflər olsun ki, mən bugün sizə elə bir məlumatlar verirəm ki, demək olar ki, artıq neçə vaxtı mənim içində olduğum, yollar axtardığım, yardım etməyə çalışdığım bir proseslərdir. Və əksər intihar edən insanları araşdırıram ki, birdən-birə intihar eləməyib bu adam. Zaman-zaman insanlardan uzaqlaşıb, dostlarından uzaqlaşıb, qohumlardan uzaqlaşıb, yeməyini saxlayıb, gülməyini saxlayıb, telefonlarını kənara qoyub, belə bir də ayılmışıq ki, artıq vəziyyət
pisdir. Ya da intihar olandan sonra mənə müraciət edib ailəsi ki, bəs ailədə belə bir insan olub, biz indi digərlərindən qorxuruq deyə müraciətlər olub. Ona görə də rica edirəm, depressiyada olan insanın yanındakı insanlar bunu çox gözəl hiss edirlər. Qətiyyən o insana deməyin ki, sən depressiyadasan. Sadəcə onun depressiyadan çıxmasına yardım etməyə çalışın. Əgər ki, siz doğrudan da depressiyada siz deyilsiniz, yanınızdakıdırsa, ona yardım etməyə çalışın. Çünki depressiyada olan insan özünə yardım edə bilmir. Həyəcan təşvişdə olan insan dəstək verə bilir özünə və yaxud da dedim, nəfəs almanı düzəldir və yaxud da insanlarla ünsiyyətini artırır, gözəl məkanlara gedir, nə bilim imkan daxilində gəzintilərə gedir, istirahətə gedir. Bu başqa. Burada vəziyyət düzələ bilir. Amma depressiyada olan insan heç yerindən belə dura bilmir bəzən. Ya da durmadan gülür, durmadan yeyir, yenə də olduğu məkanı tərk edə bilmir. Ona dəstək kənardan gəlməlidir. Sosial olaraq dəstək olacaqsa, depressiyada olan insan vəziyyətdən çıxacaq. Hər halda bu psixi problemdirsə, insan istəyərək özünü xəstə salmaz. Düzdür, bəzi mən psixi xəstəliklər görmüşəm ki, nəsil problemi olub orada və bəli, əlbəttə ki, hər elə içinə qapanıq insan depressiv olmaz ki, elə bayaqdan da mənim danışdığım söhbət budur ki, hər içinə qapanıq insan o depressiyada olmaq şeyində deyil, bunu psixiatr təyin edir. Heç bir psixoloq sizə depressiyadasan sözünü deyə bilməz. Bir psixoloq bunu deyirsə, bilin ki, bir savaddır, yəni savadı yoxdur. Çünki bu əlamətlər ola bilər. Biz müəyyən testlər keçirdirik. Təxmini özümüzdə qeyd edirik ki, tutam ki, Ayşən adında qızda depressiyadan şübhələnirəm. Amma bunu həkim təsdiq edəndən sonra ki, depressiya vəziyyətindədir, onun adını deyəcək həkim bizə. Hansı depressiyadır? Situativ depressiyadır, ya ola bilər ki, dediyim kimi özünə qapanıqlıq var, introvert insandır, asosial insandır, sosial fobiyası var. Bir bu təyin olunsun, ondan sonra artıq psixoloji dəstək və müalicə üsulu ilə o insana yardım etmək olur. Hər iki halda əgər bir insana siz dəstək verdikcə, ətrafı ona dəstək verdikcə o güclənirsə, demək ki, ona dəstək verməliyik biz. Elə biz bu həyatda, sosiumda niyə yaşayırıq? Bir-birimizə dəstək vermək üçün. Əgər biz o dəstəyi verməyəcəksə, həqiqətən də zaman-zaman insanlar elə depressiyaya düşəcək, yalnızlaşacaq və axırda süni intellekt qalib gələcək. Depressiyanın indi o yerinə suala cavab verəcəm. 2 dəqiqədə səbirli olun. Sual bayaqlarım nə idi? Unutdum onu. Axırda bir sual vardı. Bir də deyərsiniz zəhmət olmasa sualınızı. Son 2 dənə sualı bircə saniyə. Qoyun o zaman mən oxuyum. O sual elə başa düşürəm ki, vacib bir sual idi. Bircə saniyə yazmısınız ki, depressiyanın əsas səbəbi nədir? Buna cavab vermək istəyirəm. Depressiyanın əsas səbəbi insanların səni anlamaması, özünə qapanıq olman, bəzən ekstravert olman, çox ünsiyyətçil olman və görürsən ki, sənə cavab verəcək insanlar yoxdur. Bəzən xəyanət, bəzən sosial üstüvə gəlmələr, bəzən maddi sıxıntılar. Yəni depressiyanın o qədər çox səbəbi var ki, konkret biz sizə deyə bilmərik ki, budur səbəbi. Səbəbləri müxtəlifdir. Yəni bunlar bilin ki, odur. Sonra mən burada bir suala da cavab vermək istəyirəm. Məndə anksiyetə, həyəcan var. Bundan necə qurtula bilərəm? Bayaq əslində mən sizə onu bildirdim. Birinci, bu diaqnozu qoyulmalıdır. Bu diaqnozu sizə qoymalıdır həkim. Əgər doğrudan da bu varsa, sizə yüngül də olsa bir antidepressant yazacaqlar. Antidepressant asılılıq yaratmır. Yəni bunu mən sizə deyirəm. 16 illik təcrübəsi olan psixoterapevtəm. Həmçinin də artıq demək olar ki, bir ilimi ən azı psixiatriya həsr eləmiş bir insanam. Deyə bilərəm ki, psixotrop dərmanlar asılılıq yaradır, amma antidepressantlar yaratmır. Siz onu 3 aydan 6 aya qədər əgər ilkin diaqnoz qoyulubsa, tez qoyulubsa, içirsiniz və bitirirsiniz bu problemi, ya da 6 aydan 1 ilə qədər. Ondan artıq antidepressant içilmir, yəni ondan narahat olmayın. Asosiasiya əsasən insanlar... Asosiasiya dediyiniz nə deməkdir? Asosiasiya əslində uyğunlaşdırma deməkdir. Bəlkə siz asosiallıq yazmaq istəyirdiniz. Yəni bir dənə o fikrinizə tam deyin mənə. Çünki asosiasiya əsasən insanların iradları nəticəsində yaranır deyirsiniz. Məncə demək istəyirsiniz ki, asosiallıq insanların iradları nəticəsində yaranır. Deməli, burada insanın özgüvən problemi var. Onu düzəltmək yəni lazımdır. Məndə vecsizlik yaranır. Yaşartdıqca bu depressiya ola bilər. Heç nə. Bəzən bəli, bəzən depressiyada olan insanlar da vecsizlik problemi yaşayırlar, ola bilər.
Daxili depressiya insanın özgüvənsizliyindən yaranır. Mənə nevroloq təsdiqləmişdi ağır dərəcəli depressiya olduğunu. Psixoloqla tez-tez görüş alınmır, özümə. Baxın, bayaq da mən sizə vurğuladım ki, nevropatoloq ya da nevroloq depressiyanı diaqnozunu qoymamalıdır. Bunu psixiatr qoymalıdır və düzgün sizə müalicə yazsa, sizin psixoloqa getməyinizə elə də çox ehtiyac qalmır. Maksimum 7-8 seansa bitirirsiniz siz bu məsələni. Sizin diaqnozunuz düzgün qoyulmalıdır psixiatr tərəfindən, müalicəni o verməlidir sizə. İmtahan həyəcanı ağır olur, elə buna görə xəstəlik yarana bilir, ürək bulanması. Əslində xəstəlik deyil, bu həyəcan təşvişin əlamətləridir, simptomlarıdır. İmtahan qutaranda o da qutarır əslində. Aha, panik atak. Yox, panik atak mənim mövzum deyil. Bugün inşallah növbəti dəfə panik atakdan danışa bilərik. Depressiya, anksiyetə, panik atak duyğu pozukluğudur və bu vəziyyətlərdə bunu 20 il yaşadım və sonradan anladım ki, bu Ayda xanım, bilirsiniz necədir? Qorxuların üstünə getmək demək çox asandır, amma bunu hər adam bacarmır. Bunu siz bacarmısınızsa aferin, amma hər adam bunu bacarmadığına görə mütəxəssisə müraciət eləyir. Amma bir şey anlamalıyıq ki, mütəxəssis sizlə ömür boyu gedə bilməz. Onun dediklərini həyatınızda tətbiq eləməlisiniz ki, doğrudan da o dediyiniz yerə gəlib çataq. Anksiyete barədə bayaqdan danışıram mən. Yəqin siz diqqətlə qulaq asmamısınız. Depressiya ilə normal kədər arasında necə fərq qoymaq olar? Baxın, kədər bayaq vurğuladım. Çox rica edirəm, dediklərimə çox diqqətlə qulaq asın. Çünki mən əslində bayaqdan onu demək istəyirəm ki, qısa müddətli proseslər depressiya deyil. Depressiya ən az 14 gün, ən çox 3 ay, 6 ay ərzində davam edirsə diaqnoz depressiya qoyulur. Normal kədər bir neçə günlükdür, anlıqdır, gəlir, keçir, ağlayırsan, bitir. Depressiya isə o vəziyyətdən çıxa bilməyən insanlardır. Dərman da müalicəsi olunmalıdır çox vaxt depressiyaya, bəli. 2-3 seans çox azdır. Mən həyatımda olan məsuliyyətləri bilirəm, amma bunu üzərimə götürməkdən qorxuram. Çətinliyə girməyi sevmirəm. Kiməsə nəyisə söz verəndə içimdə böyük təlaş. Bunun səbəbi sizin xarakterinizdir, Nərmin xanım. Yəni xarakteriniz bu cürdür. Siz də özünüzü tanıdığınıza görə çalışın ki, özünüzü həyəcana salmayasınız. Məsuliyyətləri az-az götürün. Ağır məsuliyyətlər altına çox da girməyin. Yəni görürsünüz ki, həyəcan təşviş verir sizə. Bəli, bəli. Mən yenə bilmirəm, üzdə bildirməsəm də, bəli, çox uzun. Yəni siz onda neçə yaşından, 28 ildir deyirsiniz, mən bunu yaşayıram, 6 yaşından siz bu qorxularla yaşayırsınızsa, doğrudan da uzun müddətli bir prosesdir. Aha, sonra, bəli, heç kəsə söz verməyən, bəli. 6 yaşından, oy çox balaca vaxtındandır. Bəs niyə bunun üstünə düşməyiblər vaxtında? Çünki 6 yaşda siz hələ körpəydiniz, yəni sizə dəstək olmalıdır. Hər cürə tanıması yaxşıdır, bəli. İnsan özünü doğrudan da tanımalıdır. Tanımasa ona kənardan olan hər şey təsir edir. Üstünə düşüblərsə, Nərmin xanım, bəs niyə hələ də var? Demək ki, mütəxəssislər bəlkə düzgün seçilməyib, bəlkə düzgün yöntəm verilməyib, bəlkə diaqnoz problemləri olub. Yəni şəxsən tanımadığıma görə fərziyyələr olaraq deyirəm. Daxili depressiya deyəndə, baxın, depressiya xarici daxili olmuş ki, depressiya nəyə aiddirsə, hiss edəcəksiniz, yəni yoxdur, nəşəm yoxdur, olovlu hisslərim yoxdur, səsim yoxdur, nəyəsə. Bu insan artıq hiss edir özü. Şuurlu şəkildə işləməlidir sizlə. Baxın, bayaq da vurğuladım mən sizə, depressiya situativ olur daha çox. Gizli, aşkar və s. Bunlar zaten yəni bilinir. Təkcə testdən deyil, yəni insan özünü hiss edir. Əvvəlki mən deyiləm, hiss edirsiniz özünüzü. Əgər yox hiss etmirsiniz, kənar bunu hiss edirsə, kənar sizə desə belə bunu qəbul etməyəcəksiniz heç. Ola bilər, internet problemi ola bilər. Ağqara. Rənglərlə bağlı mənə yazırlar ki, bəs Salə xanım, mən ağqara rənglərdən istifadə edirəm, nə bilim, boz rənglərdən istifadə edirəm, mən depressiyadayım mı? Bu o qədər də şey deyil, yəni, o qədər də sınanmış bir üsul deyil artıq. Əvvəllər belə idi, indi artıq rəng seçiminə baxmırlar. Qaradan daha çox istifadə edən yeniyetmələrdə biz şübhələnə bilirik.
Aha, sonra simptomları var. Simptomlar varsa demək ki, artıq mütəxəssislərə müraciət etməlisiniz. Ə, Baxın, sizdə situativdir İbrahim bəy. İmtahanlara görə situativ depressiyaya düşmüsünüz. Gəlin imtahanda toparlana bilirsinizsə həll oldu məsələ. Toparlana bilmirsinizsə artıq hə, bu ciddi depressiyaya keçə bilər. Deməli, münasibət əslində mənim ricam nə idi? Bunlar belə deyim də çox yazılardı. Mən qorxuram ki, çatdırmaram hamısını oxumağa. Mənim ricam nədir? Kimsə istəyirsə bir iki nəfərə səsli açıb sual vermək imkanı yaradıram və mən burada da öz nömrəmi qeyd eləyəcəm. Mənim səhifəm də çox açıqdır, rahatdır. Yəni Vüsalə Emir Aslanova. Rahat şəkildə orada yazıb suallarınızı verə bilərsiniz. Yəni heç bir problem yoxdur. Təlim bitəndən də sonra və mən sizə öz nömrəmi göndərdim burada. Şəxsi nömrəmdir. Suallarınızı da yaza bilərsiniz. Nəsə, yəni ehtiyac olmuş olsa da müraciət eləyə bilərsiniz. Bir nəfər zəhmət olmasa açsın səsi, səssiz versin mənə sual. Çünki çox gedir o suallar. Mən artıq çatdıra bilmirəm. Birini oxumamış o birisi sual gəlir. Mümkünsə biri səsi açıb mənə sualını versin və digərləri diqqətlə qulaq assın ki, cavab tapmış olsunlar. Dediyim kimi Instagramım da açıqdır. Vüsalə Emir Aslanova, psixoloq Emir Aslanova. Rahatdır məni tapmaq, orada da tapıb izləyib yaza bilərsiniz. Kimisə sualı varsa buyurub səsi açıb verə bilər. Dinləyirəm. Salam Vüsalə xanım, axşamınız Salam, xeyir hər vaxt. olsun. Bağışlayın, mən sizə bir dənə sual versəm olar. Bu daha Buyurun. doğrusu böyük yaşlı insanlarla yox, kiçik yaşlı uşaqlarla bağlıdır. Özüm müəllim olduğuma görə. Öz oğlumun üzərində deyirəm, şagirdlərimlə bağlı deyil. 8 yaşlı mənim oğlum var. Uşaq dərslərini əla çalışır, oxuyur məktəbdə, əlaçıdır. Amma bu uşaq dərs oxuyan zaman məsələn nəysə bir qıraq bir şeylə məşğul olmağı sevir ki, əlini açsın, nəysə bir şey götürsün. Aha. Oynatsın və yaxud deyir ki, mən acımışam, yemək də istəyir. Diqqət dağınıqlığıdır xanım. Bu Bunun adı ciddi diqqət problemdir. dağınıqlığıdır. Aha. Diqqət dağınıqlığıdır. Yəni bu sizin dediyiniz əlamətlər diqqət dağınıqlığı və hiperaktivlik, dehib əlamətlərinə Bəli. oxşuyur. Aha. Yəni əgər dehib onda varsa, bu da yenə müalicə olunur. Elə az yaşında olanda daha rahatdır. Əgər çox ciddidirsə, bir nevroloqla görüşün və psixoloji o korreksiya proqramları var, ondan istifadə eləsin. Yox, əgər həkimlik bir şey yoxdursa, yəni bunu korreksiya eləmək olursa psixoloji, o zaman yəni bir neçə seansa bunu həll eləmək olur. Onda dehib var, böyük ehtimal. Mən elə başa düşürəm ki, yəni nə qədər balacadır tez üstünə düşün, çünki yeniyetməlikdə onu idarə eləmək olmur artıq. Aha, təşəkkür edirəm. Çox sağ olun. Buyurun, buyurun. Siz sağ olun. Bir Axşamınız sual da ala xeyir. bilirəm. Buyurun, Olar mı? buyurun. Axşamınız xeyir. Necəsiz? Yaxşı, sağ olun. Siz Mən necəsiz? yazmışdım, özüm 28 ildir bu qorxulardan gedirəm. Nə qədər Aha, bəli. gedirsəm də. Mən daimin cənazəsindən qorxmuşam 6 yaşımdan. Ondan da o yəni qorxu qalıb. İndi Aha. hal-hazırda da yəni qaranlıq deyim, hər hansı bir hadisədən qorxuram. Amma qapını Bəli. və onlar necədir? Bir də ki, bir də bir sual Bəli. vermək istəyirəm. Mənim 9 yaşında oğlum var. Bayaq da deyəcək ağqara. O ancaq qara rəngli paltarlar sevir. Bütün günü qara. Qara Bəli, giyinsin. bəli, onu oxumuşam. Bəli, deyəcəm mən sizə. Baxın, 9 yaşında biraz tez başlayıb ağqaralara, yəni və yaxud da qaralara. Normalda yeniyetməlik dövründə artıq özlərini uşaqlar tanıyanda, komplekslər yarananda keçirlər. Ola bilər onun da hər hansı bir daxili dünyasında özünün də izah eləyə bilmədiyi bəzi durumlar var ki, şübhələnirəm ki, elə ola bilər. Bilirsiniz necə, bura elə bir platformadır ki, 100-ə yaxın adam var burada deyə. Hamının sualını dərin mən suallar verməliyəm ki, tam ala bilim onu sizdən. Və yaxud da yəni elə şey ola bilər ki, mən sadəcə fərziyyələr belə deyim də bildirə bilərəm sizə. Tam konkret bildirmək üçün mən uşaqla bağlı ən azından uşağı görməliyəm. Amma sizə aid olan məsələni deyim ki, sizdə bəli, ölümlə bağlı, ölü görmüsüz, cənazə görmüsüz, o stresə düşmüsüz. Əslində onu psixiatr altı terapiya tətbiq olunmalı idi. O olmursa EMDR terapiya olmalı idi. O olmursa CBT terapiyası olmalıdır. Ola bilər getmisiniz psixoloqa, ola bilər getmisiniz həkimlərə, amma düzgün getməyib istiqamət ki, bu yaşa qədər gətirib çatdırıblar sizi. Hal-hazırda görürsən, ailəliyəm. Evdə bir şey olanda deyirəm ki, ailəyə deyirəm də, yəni qaynana. Qorxuram, deyirlər, nə var evdə? Evdə də nə olub ki, qorxursan? Onu siz başa Onu düşürsünüz. çox zaman da özümə qapanıram. Mən bayaq xanım deyir depressiya. Mən günlərdən otaqdan çölə çıxmaram. Bu yayda çölə belə çıxmamışam. Ancaq otağın içində. Maraqsız gəlib ki, nə var yolda, yerdə. Ancaq otaqda musiqi qoymuşam, musiqi dinləmişəm, öz dərslərimə baxmışam. Sanki yəni
özümə qapanmışam. Get-gedə içimdəkini heç kimə bildirə bilmirəm deyə ancaq özümə qapanıram. İndi də Hə, hal-hazırda yəni yəni bu saxarı ciddi bir daxmışam problem. nənəyə, öz ailəmimdə, öz dəftər kitabımda, öz otağımda bu haldayım. Yəni deyirlər Bəli. ki, nə olub, sən özünə qapanacaq, yoxdur, nə var, evdə Onlar onu qorxaq. anlamayacaqlar da, əlbəttə ki, onu anlamırlar Mən onlar. evdə səslər də eşitmişəm, evdə yəni taqqıldı. Mən o 9 yaşında oğlum deyirəm, o da eşidir. Ya üzr istəyirəm, axşam belə mən otaqda səs eşitdim. Durub deyirəm evdəkilərə görəm ki, yox inanmırlar. Yəni ki, nə var ya? Yenə də Deyirəm deyirəm, bəlkə mən özüm deyirlər bəli. ki, özünü qorxudursan. Bəlkə deyirəm həqiqətən o mənim qorxularım canımı hopdu. Bəlkə mən dinləyirəm, Yox, bəlkə mən hopmaq eşidirəm. məsələsi deyil. Hopmaq məsələsi deyil. Yenə də deyirəm, sizin müalicəniz düzgün istiqamətdə getməyib, yəni. İndi bu dəqiqədə o sizdə varsa, indi yenə də siz o belə deyim də müalicəni almalısınız. Yəni düzgün müalicə almalısınız və dediyim kimi şuuraltı terapiyalar o sizə tətbiq olunmalıdır. Elə belə o keçən deyil. Ətrafdan da sizə gözləməyin ki, sizi anlayacaqlar. Onlar onu anlamayacaqlar. Çünki fikirləşəcəklər ki, Heç kim anlamır və heç kimə də artıq demirəm, Bəli. özümdə yaşayıram. O qorxunu Bəli. da, o stresi də. Mən illərdə üzr istəyirəm, xalalarım, dayılarım, hər kəs rəhmətə getdi. Hər kəs dəfn olandan sonra getmişəm. Yəni mən Artıq qorxunuz var bir da. cənazələr bəli getmişəm. Yəni Bəli. son bir sevdiyim dayım vardı. O rəhmətə gedəndə özümü toplayıb onun cənazəsinin yanında oturmuşam. Allah rəhmət eləsin. Ölənlərə tamam. Anladım mən sizə. Yəni Mən yenə bəli. Üzr Bəli. istəyirəm, uşaq girir çıxır otağa. Deyirəm yaymış. Bəs bu oğlum neyniyim? O Xanım, bütün günü bildirdim bilirsiz mən 9 sizə. yaşı var, sanki 19 yaşı var. Saçını uzadır, avara istəyir, qara rəhləri geyinir. Aha, Yəni yəni baxırsan ki yaşından 9 yox əvvələ gedir. 19 yaşı var. Başa düşdüm mən sizə. Yəni dediyim kimi yeniyetməliyi indi yaşayır. Bayaq da mən sizə dedim, amma əslində o yeniyetməliyi indi yaşamağı da doğru deyil. Hər yaşın özünün xüsusiyyətləri var. Üzr istəyirəm, o bəzi çox üzr istəyirəm hər kəsdən, yəni təlimdə olanlardan. Qızların və yaxud da oğlanların keçid dövrü olur. Yəni bu keçid dövrü olarmı? Çünki söz deyirəm, indidən üzümə el arasında deyib bozarır, qışqırır. Yox, ərköyün də Üzümə uşaqdır yəqin ki. qayıdır. Yox, ərköyünlük də var. Böyük ehtimal ki, tərbiyə üsullarında da ərköyünlüyə yol vermisiniz. Onun ərköyüm, evin bir iç nəfəsi olduğu üçün ərköyüm böyük. Sağ ol da, və salam. Eynən. Yəni, yenə də deyirəm, bayaq dediyimi yenə də deyəcəm. Uşaqlarla bağlı mən burada görməsəm heç bir şey deyə bilmirəm, təəssüf ki, sadəcə onu deyirəm ki, ərköyündür və yaşıdlarından önə atlanmağa çalışır. Sadəcə ondan düzgün tərbiyə üsulu seçilməlidir. Yəni, indi siz onu, necə deyim, ipə sapa yatdırsaz, yatdıracaqsınız. Amma özünüz isə psixiatra mütləq müraciət eləyin. Sizə düzgün bir müalicə yazılsın və psixoloji olaraq dəstək almalısınız. Psixoloji təsir, psixoloqa müraciət etmişəm, 1-2 aydır seansdayım. Yəni başqa şeylərə müraciət etmişəm. Amma təlimlərdə iştirak edirəm ki, bu çarə tapım da buna. Yox, Bu o təlim illərdir olmur. mübarizə apardığımı. Psixoloq sizdən məhz bunu işləməlidir. Yəni başqa şey yox. Məhz bunu işləməlidir psixoloq sizdən. Çünki sizi bu dəqiqə narahat edən budur ki, mənə müraciət elədiniz, bu sualı verdiniz. Yaxşımı? Bu haqqda məlumat verirəm. Təşəkkür edirəm. Çox sağ olun. Xoşdur. Mən də məcburam artıq çıxmağa. Aydan xanıma mən demişdim. Aydan xanım çox üzürlü sayın. Mən artıq çıxmalıyam. Çünki vaxtımdan da keçib seansda gözləyir, yaza durublar. İnşallah ki, mən nömrəmi qeyd elədim. Təşəkkür edirəm. Bəli, qeyd edərsiniz nömrənizi. Minnətdaram sizə. Dəyərli Təşəkkürlər. vaxtınızı ayırdınız, gəldiniz. O zaman təlimi yekunlaşdıraq. Çox sağ olun bir daha. Yekunlaşdırıram. İnşallah ki, nömrəmi vermişəm. Instagramım var. Kimin sualı olsa orada yaza bilər. Yəni ətraflı cavab yazacağam. Təşəkkür edirəm. Sağ olun. Sağ olun, minnətdaram. Sağ olun. Təşəkkürlər. Sağ olun. Sağ olun.